Azərbaycandan quş əti və digər quşçuluq, həmçinin dəniz məhsulları Çinə ixrac olunacaq. Bu barədə razılaşma Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Çinin Baş Gömrük Administrasiyası arasında əldə olunub. Agentliyin sədri Qoşqar Təhməzinin rəhbərliyi etdiyi nümayəndəliyyətinin Çinə səfəri çərçivəsində imzalanan sənədlər Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarını genişləndirir. Səfər çərçivəsində Çinin bazarının tənzimlənməsi üzrə dövlət administrasiyasında görüş də olub. Qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin gücləndirilməsi, effektiv təftiş sistemlərinin tətbiqi, risk əsaslı qida təhlükəsizliyinin təmin edilməsində rəqəmsal transformasiya məsələləri müzakirə olunub. Bizim birgə əməkdaşlığımız həyata keçiriləcək. Eyni zamanda elmi tədqiqat işlərinin birgə aparılması, laborator ekspertizaların və kadrlar arasında təcrübə mübadiləsinin həyata keçirilməsi də icra olunacaq. Biz Azərbaycanın kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərini bütün beynəlxalq standartlara elə uyğunlaşdırmalıyıq ki, həmin məhsullar bütün ölkələrdə ekvivalent olaraq tanınsın və bu da imkan versin ki, bizim sahibkarlar dünyanın istədikləri ölkələrinə öz istehsal elədikləri məhsulların ixracını həyata keçirə bilsin.